Özel Evin programının ikinci saatini dinləyirsiniz əziz dinləyicilər və bir daha təşəkkürümüzü bildiririk ki, bizimlə bərabərsiniz və hər zaman bizim elə daimi dinləyicilərimiz yeni qoşulanlar da olur. Bilsin ki, həftə içi 5 gün saat 12-dən 2-yə qədər Özel Evin proqramı davam edir və burada təbii ki, inşaatda A'dan Z-yə hər bir mövzuda danışırıq. Müxtəlif qonaqlarımız olur və müxtəlif mövzular müzakirəsi də var. Proqramımızın ikinci saatında biz gips kardon lövhələr, xalq dili ilə desək, alçıpan barəsində danışacağıq. Qonağımız artıq studiyamızdadır. Yeri gəlmişkən Facebook'dan bizi canlı izləyənlər, efirimizi izləyənlər görə bilirlər artıq qonağımızı. Qonağımız gips kardon lövhələr üzrə mütəxəssis Məhəmməd Övəz Durdiyevdir. Çox çətinlik çəkdim bu soyadı çəkməkdə, yəni səsləndirməkdə. Hələ bu efirdən əvvəl də fikir verdim, dedim, nə maraqlı soyaddır. Elə bu sual, birinci o sualımız olsun da, Məhəmməd adını başa düşdük. Övəz Durdiyev hansı ölkəyə, hansı hara? Mən bir soyad Azərbaycanda eşitməmişim açığa. Buyurun. Əvvəla hamını salamlayıram. Bu Türkmənistan familiyasıdır. Türkmənistan soyadıdır. Onda əslən oradansınız. Əslən oradan. Biraz yaxın olun mikrofona. Düzdür, Türkmənistan biraz uzaqdır bizə, amma mikrofon yaxındır. Yəni ata tərəf Türkmənistandır, Azərbaycandır. Amma əvvəldən burada yaşamışsınız. 1 yaşından 87-ci ildən burada yaşayıram. 1 yaşından buradayım. Ay maşallah. Gedib gəlirsiniz bəs ora? Ya da getməmişsiniz? Getmişəm, bir dəfə getmişəm. Sadəcə biraz viza məsələsinə görə, yəni hər dəfə gedib gəlmək olmur. Yəni bax belə. İşləriniz necədir bax bu aralar? Sizdə yaz vaxtı işlər yaxşı gedir? Yəni yaz-yay vaxtı, yoxsa deyir qışda da işlər olur? Hər vaxt olurdu, nə olar? Yanvar, fevral biraz çətin oluraq, yox? Yox. Tanınmaq məsələsi var bir balaca. Siz tanınırsınız onunla? Harada? TikTok'da yoxsa? Elə hər yerdə. Ay maşallah. Belə hal-hazırda. Deyəsən orada da açmışsın, canlı yayım hal-hazırda. Yox, açmamışam. Maraqlıdır, axırda soruşarıq, indi onsuz da biz bilirik fərqin. Təbii ki, digər sosial platformalarda canlı efir ayrı bir şeydir. Bura ayrı bir av-havadır. Yəqin ki, bunu Məhəmməd də hiss edir. Amma səmimi oluruq, rahat oluruq. Yəni, nə sual onsuz da sizin, necə deyərlər, işlə bağlı olacaq. Nəyi biliriksə deyirik, nəyi bilmiriksə deyirik, bilmirik. Çünki biz dinləyicilərimizə həmişə maksimum dəqiq informasiyanı çatdırırıq. Hətta mənim özümdə də bəzən olur ki, dinləyici bir sual verəndə mən neysə bilmirəmsə, yəni, qardaş, bilmirəm. Yəni, o demək deyil ki, mən hamısını bilməliyəm və hər şeydə deməliyəm. Neçə ildir bu sahədəsiz? Yəni, bu sahəyə gəlişiniz necə olub? O da maraqlıdır. Bu il 20 il olur. 20 il? Sizin neçə yaşınız var ki, 20 il artıq? Mənim bu il 40 olur. 40 olur. Ay maşallah. Elə göstərmirsiniz amma. 20 il. 20 il zarafat deyil. Yəni, özünüzü peşəkar hiss edirsiniz, hesab edirsiniz. Bəli, mənə tələbələrim də var. Maşallah. Onların özləri də işləyir. Onda istəyirəm başlayaq, tələbələri də buradan salamlayaq və WhatsApp nömrəmizdə deyək 055 203 1103. Bu WhatsApp nömrəmiz açıqdır əziz dinləyicilər və siz də təbii ki, bu xalq dili desək alçıpan, yəni gips kardon lövhələri ilə bağlı nə suallarınız olsa Məhəmməd bəyə ünvanlaya bilərsiniz. Məhəmməd bəy, bax, sizi dəvət etməyimiz əsassız deyil. Təxminən 1 ay əvvəl həmkarımız qonaq olmuşdu, sizin həmkar. Qiymətlə bağlı sual verəni deyirdi, gedib baxmaq lazımdır. Yəni, hazır maşallah sizin də paketləriniz var. Belə təklif paketləri yaratmaq ideyası hardan gəlib və adətən digər həmkarlarınız bu işi görmür. Yəni, niyə görmür? Gəlin bu fərqlərdən danışaq. İstədim biraz yenilik eləyim açığı. Yəni, çox müştərilərdən mən görürəm ki, şikayətlər olur, narahatçılıqlar olur. Onun gedib bazarda material almağı bir yana, materialın keyfiyyətli olub-olmamağı bir yana, plus yaxşı ustanı tapmağı bir yana. Yəni, onlar hamısı onlar üçün problemdir. Mən o problemi sadəcə, necə deyim, sistem halına salıb, hamısını bir düymə ilə hamısını həll edirəm. Birbaşa, elə bir paketdir. Müştərinin evi, deyək ki, 20 kvadratdan yuxarı olur da, mənzillər də olur 80, 100, 120, 150, 200-ə kimi gedir də bir söz. Orada da mən kalkulator sistemi ayırmışam. Müştəri 20 kvadrat tam materialla bir yerdə eləyir məsələn 400 manat. Usta bulusu materialı bir yerdə, keyfiyyətli materialdan danışır. Müştəri də evi məsələn 100 kvadratsa o paketi 5 dənə paket alır.
və yaxud kalkulator sistemi ilə onu artıra öz kvadratına uyğun hazır qiyməti görəcək və daha bunu sonra əlavə qiymət çıxacaq. İndi bizdə olur da işləyirsən, içində 5 manata danışsan, gəlib görürsən ki, problemdir, artırırsan qiyməti, o da bir problemdir müştəri üçün. O baxımdan əvvəldən müştəri qiyməti görür. Həm də qiymət görməsi daha yaxşıdır da, yox? Bu bilirsiniz hansı səhifələr? Mən xoşum gəlmir elə gizlədəsəz, yəni gizlənəndə mənə elə gəlir ki, orada sanki deyir tez-tez qiymət dəyişimi ola bilər də, deyir adamına görə, yoxsa? O onda çıxır ki, yəni müştəriyə baxıb qiymət deməkdir. O da mən elə bir şey. Siz heç vaxt eləməmisiniz. Heç vaxt eləməm. Yəni hər kəsə necə işləyiriksə elə də işləyirik. Qaldı. Yəni 1% də olsa peşmançılığı var ki, bu paketləri eləmisiniz. Doğrudan. Yəni fikirləşməsiniz, ayda bilsəydim biraz bunu 50 manat yox 55 yazardım ona. Yox. Elə bir şey heç fikirləşmirəm. Mənə yəni bu Alçıpan Bakunun açığı mən şirkətinə yaratmışam. Mən onun brendi qoruyub saxlamaq istəyirəm. Alçıpan Baku brendini. Bildim. Yəni usta kimi mənə, yəni o necə deyim sizə? Usta kimi tanınmağı da heç mən fikirləşmirəm. Mən o Alçıpan Baku brendini... Siz maşallah 3 dəfə artıq adını çəkmişsiniz, hə? Bir dəfə... Yəni o barədə bir nəfərdə bir mənfi rəy deyim olsun istəmirəm. Təbii ki. O baxımdan hər şey düz. Təbii ki. Amma mən də doğrudan tərəfdarıyam. Yəni bir işin qiymətinin elə müasir dövrdür də, yəni əsasən də biz yəni Instagramda və s. bəzən səhifələri və s. axtarırıq, yəni elə işlərlə, materiallarla bağlı rahat görəndə yaxşıdır. Yoxsa hətta ən xoşuma gəlməyən məqam nədir? Baxırsan heç bir şeyin qiyməti yoxdur bir səhifədə. Yazırsan, deyir ki, direktə yazın və yaxud deyir, direktə sizə göndəriləcək. Nə boydasan, yox, yəni nə boydasan, sən, mən bir də sənə hər materiala görə direktə yazım, gözləyim, sən mənə cavab yazır. Gedib başqa yerdən alaram da, görünür. Məsələ o da. Dinləyicimiz səsli mesaj göndərib hal-hazırda Məhəmməd bəy. Ona qulaqlığı taxın ki, onu da eşidə biləsiniz və görək, yəqin ki, elə Alçıpanla bağlıdır. Aha. Son zamanlar hamam, tualet, sanitar qovşağında Alçıpanın yığılması nə dərəcədə düzgündür və bunun fəsadları nə ola bilər? Yəni orada həmişə, hər zaman nəmişlik ola bilir. Sual aydın oldu. Sanitar qovş. Son zamanlar hamam, tualet, sanitar qovşağında Alçıpanın yığılması nə dərəcədə düzgündür? Yəni deyir ki, Alçıpanın, yəni bu həmin o lövhələrin orada yığılması nə qədər doğrudur? Baxın, mən 2022-ci ildə Almaniyadaydım. Yəni orada evlərin çoxu Alçıpandır. Ara kəsməsi, sanitar qovşaq və hər bir yer çölündən başqa. Yəni, əgər onlar onu yığıb bir problem yaranmırsa, deməli, heç bir də problem yoxdur. Ona görə də indi son zamanlar hamıda yığırıq, heç bir problem də yoxdur. Yəni yığmaq olur. Bu son zamanlar deyilsə, əvvəl yığılmayıb? Lap əvvəl yox, son zamanlar. Onun səbəbi, yəqin onun da səbəbi olub, amma. İndi o necə müştəri deyir ki, nəmişlik ola bilər, qorxusu. O baxımdan onlar da vaxt elə fikirləşiblər. İndi görüb biri yığır, o birisi yığır. Bugün problemi sizdir o? Yox. İndi biz danışacağıq, həm qiymətlərindən də danışacağıq bu gips kardon lövhələrinin, onların zəmanətindən danışacağıq. Standart Alçıpandan gəlin başlayaq. Standart Alçıpan işlərinə nə aiddir? Bu paketdə nə işlər görülür və nə kimi zəmanəti var? Ən keyfiyyətli materiallarla işləyirəm mən. Yəni, indi bazarda müştəri gedir, alır, mən deyirəm ona, bu materialı alın, keyfiyyətli material. O da gedib alır, zəif materiallar alır, gəlir. Düzdür, indi 10 qram, indi ola bilər satıcılarla nəsə problemi olur. Yəni, burada elə bir şey yoxdur. Bir dənə qiymət məsələsidir ki, onlara aiddir. Orada istəsə materialın tək özünü də ala bilir, tək ustanı da ala bilir, götürə bilir və ikisini bir yerdə də götürə bilir. İstədiyi qiyməti hamısı orada yazılır. Deyirsiniz ki, bu keyfiyyətli material deyirsiniz alın, yəni düzdür. Yəni yerli keyfiyyətli mallar var, yəni necə fikirləşirsiniz? Var. Yoxsa xaricdəndir? Yox, elə yerlidir.
İndi adını çəkmək olur bilmirəm. Yox, adını çəkməyək, amma ki biz ehtimal edirəm ki, daha çox xaricdən gələn materiallar var, amma deyirsiniz ki yerli var. Yerli var. Aha. Onların keyfiyyət və keyfiyyətsizlik məsələsi, onları nə ilə seçirsiniz, necə seçilir onlar və belə deyək, materialı necə bilirsiniz ki, bu keyfiyyətlidir yoxsa yox? Və yaxud mən adi müştəriyəm, siz getmişəm, mən onu hardan bilim? Nədən bilim? Var elə bir asan yolları. Yəni müştəri deyim onu bilməyəcək açığı. Müştəri onu bilməyəcək. Heç bir halda belə bilməyəcək. Yox. Onu işləyən ustanın özüdür. Usta o işləyəndə öcə bilir ki, bu keyfiyyətlidir ya keyfiyyətli. Yəni yalnız işlədəndə onu bilirsən ki, keyfiyyəti. Belə bilmir. Belə, yəni usta deyibsə ona ki, və siz gedirsiniz adicə dükana almağa, düzdür? Orada artıq görə bilirsiniz bu keyfiyyətlidir yoxsa yox? O 20 ildir eyni işi gördüyümə görə artıq onun uzaqdan görəndə bilirəm ki, bu odur, bu deyil. Adam tanımış kimi oldunuz. 055-203-1103 WhatsApp nömrəmizdə əziz dinləyicilər, siz də suallarınızı ünvanlaya bilərsiniz. Gips kardon lövhələrindən danışırıq. İndi keyfiyyətlisi hansıdır, keyfiyyətsizi hansıdır, bu barədə də danışacağıq. İrəliləyən dəqiqələrdə də danışırıq və zəmanət məsələlərinə də toxunacağıq. Yəni onda belə başa düşdüm ki, elə əsasən də elə gips kardon keyfiyyətsiz olarsa, artıq hesab elə ki, usta işi görməyin mənası yoxdur. Gedir, olur. Sabahları o qarın verir, deyək ki, nəmişlik olur, qarın verir. O baxımından, yəni şurublar, maliyyə şikayət edir, sabah çat ola bilir. Belə şeylər olur. Yəni uzun müddətli deyil. Hə. Bir də rənglərindən istəyirəm danışaq ki, bax, bayaqları elə dinləyici yazanda ki, sanitar qovşağında da gips kardon lövhələrindən istifadə olunur. Bax, hamamda, yəni sanitar qovşaqda hansı rəngdən istifadə edirlər adətən? Yəni, yaşıl rəng, çəhrayı rəng, hansı rəng? Yaşıl rəng istifadə olunur nəmə görə. Yəni, onu biz nəyin ki, sanitar qovşaqda, onun bütün evlərdə mən onu istifadə edirəm. Nəmə görə dediniz, yaşıl rəng nəyə görə, nəmə görə? Yəni, bunun səbəbi nədir? O yaradılışında elə o nəmə görə deyək ki, icad ediblər. Hərsinin öz funksiyası var. Aydındır. Yəni burada rəng təsiri məsələsi yoxdur da, əsasən. Var. O kağızıdır, gipsidir, hər bir şey var. Fərq edir. 055-203-1103 WhatsApp nömrəmizdə əziz dinləyicilər, siz də suallarınızı ünvanlaya bilərsiniz. Bir də ki, indi danışırıqsa gips kardondan bunun zəmanət məsələsindən danışaq. Məsələn, adicə siz zəmanət verirsiniz hər hansı bir iş görəndə. Veririk. Mən indiki müştərilərim var, 20 il bundan qabaq işləmişəm, 15 il bundan qabaq işləmişəm, indi başqa bir uşaqlarını ev alıb yenə çağırır ki, gəlin işlə. Əgər nəsə orada bir problem olsa, mən çağırardı. Siz mənim suallarımdan qorxmayın. Mən burada həd eləmirəm ki, sizdə niyə, o məndə yox. Sadəcə elə istəyirik ki, biraz da etibar qazanasınız da. Çünki sizi dinləyən dinləyicilər tanımır. Yəni, hamı sizi tanıya bilmir. Ona görə biz bu sualları verməliyik. Hər halda dinləyicilər, bəlkə kimsə elə dinləyici yazdı ki, bax, verin Məhəmməd bəyə əlaqə nömrəsini. Mən istəyirəm ki, məhz o işi görsün. Düzdürmü? Hə, yəni zəmanət məsələsi necə olur adətən? Yəni burada materialın zəmanət məsələsi də var, ustanın gördüyü işi zəmanət məsələsi də var. Nə qədər, bir işi görəndə nə qədər zəmanət verirsiniz? Yəni müddət var hər hansı bir? Yox, müddət yox. Bəs o necə zəmanət ola bilər ki, müddət yoxdur? Yəni görülən işi biz onsuz da zəmanətli iş görürük. Biz deyim ki, sizə... İndi mən hardan bilim? Mən sizi tanımıram, siz məni tanımırsınız. Maraqlıdır da, indi dosyanı danışırıq. Yəni, mən deyirəm ki, siz nə qədər zəmanət verə bilərsiniz iş üzrə? Deyirsiniz, yoxdur zəmanət, yəni müddət yoxdur. Onda necə müddətsiz zəmanət? Yəni, bu gedəcək, 100 il gedəcək, 50 il gedəcək, necə? Yəni, əlavə fövqəladə hal baş verməsə, yəni o elə davam edəcək o. O baxımdan. Yəni, amma... Məncə, məsələn, bir balaca, necə deyim, o biclik işlədib hər halda deyə bilərsiniz 5 il, 10 il zəmanət. Çünki baxmada, sizi tanımayan insan mənə elə gəlir ki, biraz onu da düşündürə bilər ki, sualıma konkret cavab verim. 5 illik təmir eləyirsənsə, daha mən nə deyim? Yaxşı cavab. 055-203-1103 WhatsApp nömrəmizdə əziz dinləyicilər. Siz də alçıpanla bağlı, bu gips kardon lövhələri ilə bağlı nə suallarınız olsa yazın. Reklamlardan sonra qayıdıb söhbətimizə davam edə biləcəyik. Xəzər radiosunda reklam vaxtı. Özel evin proqramı davam edir. Əziz dinləyicilər, siz bu WhatsApp nömrəmizə təbii ki, gips kardon lövhələri ilə bağlı nə suallarınız olsa ünvanlaya bilərsiniz. Bir də sizə nədən danışım? Euroaksdan. Euroaks nədir? Azərbaycan bazarında ilk mobil aksesuar
aksesuar brendidir və şirkət fəaliyyətinə 2017-ci ildə istehsal mərhələsi ilə başlayıb, 2018-ci ildən etibarən isə məhsullarını Azərbaycan istehlakçılarına təqdim etməyə davam edir. Və Euroax geniş çeşidli məhsulları ilə müxtəlif istehlakçı ehtiyaclarını qarşılayır. Bu məhsullara smart saatlar olsun, powerbanklar, adapterlər və naqillər, holderlər, səs gücləndiricilər, yaddaş kartları, avtomobil aksesuarları da var. Nə yaxşı, bax elə fikirləşirəm ki, hardan alım? Gedib özümü elə oradan alacağım. Əsasən də avtomobil idarə edirəmsə, bax, məsələn, telefon tutacağım mənim yoxdur. Yəni, bu mobil telefonumu avtomobildə yerləşdirmək üçün. Yəqin ki, onlara müraciət eləyəcəm. Əsas yeri gəlmişkən üstünlüklərindən biri də bütün məhsullarına 2 il zəmanət təqdim eləməsidir. Məhsulun yan hissəsindəki QR kodu var və onu skan edərək anında zəmanət aktivləşdirmək mümkündür. Euroax məhsullarını ölkə üzrə bütün mobil aksesuar və elektronika satış nöqtələrində əldə etmək mümkündür. West Hospital hər birinizə can sağlığı arzuluyur, amma deyir, birdən başınıza nəsə gəlsə, bir balaca özünüzü nasazlıq bir hissi sizə gəlsə, tam müasir və yeni tibbi texniki bazaya malik West Hospital biləsiniz ki, pasientlərə ən üstün tibbi xidmətləri göstərir. 20-dən çox tibbi şöbə və təcili, təxirə salınmaz yardım və klinik laboratoriya xidmətləri də var. Radiologiya, laboratoriya, ümumi cərrahiyyə, flebologiya, plastik cərrahiyyə, neyrocərrahiyyə və əsasən də müasir standartlara cavab verən rəqəmsal cihazlarda fəaliyyət göstərir. Yəni, bu sadaladıqlarım hələ az idi, çoxdur deyə bir neçəsini sadalamağa çalışdım. Təcili yardım xidmətləri də var. Respublika ərazisində xəstələrin nəql olunması, təcili və təxirə salınması tibbi yardım, laboratoriya xidmətləri və orta tibbi işçisi xidməti də var. Əlaqə nömrə isə ulduz 7606-dır. Və təbii ki, bir daha qeyd edin WhatsApp nömrəmizi əziz dinləyicilər. Siz də suallarınızı ünvanlaya bilərsiniz. Gips, kardon lövhələri barədə nə sualınız varsa yazın. Məhəmməd bəy sizin suallarınızı cavablandıracaq. Mən isə təbii ki, sizə prior leasingdən danışım. Rayonlarımızda, bölgələrimizdə təbii ki, yaşayan və orada bu əkin biçinlə məşğul olan insanlar köhnə texnikaları məncə kənara qoyun və yaxud heç olmasa prior leasingə yaxınlaşıb köhnə texnikanı verib yeni texnikanı əldə edə bilərsiniz. Çünki dünyaca məşhur New Holland, Landinia, Lowell, McCormick kimi brendlərə məxsus traktorlar, kombaynlar fermerlərə təqdim olunur və texnikaları 60% faizsiz leasinglə əldə edə bilərsiniz. Ətraflı məlumat üçün 858 qısa nömrə ilə əlaqə saxlayın. Agrosystems şirkəti var. 2021-ci ildən fəaliyyət göstərir. Aqrar məhsullarının keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir sizə və bura hidrokuler və kurlerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması olsun, meyvə və tərəvəzlərin uzun müddəti və təzə saxlanılması üçün soyuducu komplekslərin tikintisi, eləcə də cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisi daxildir. Yəni, biznesinizi 100% böyütmək və 100% investisiya etməyə ehtiyac yoxdur. Cəmi 20% ödənişlə müasir infrastruktura sahib ola bilərsiniz. Qalanını dövlət subsidiyası və faizsiz leasinglə reallaşdıra bilərsiniz. Agrosistemlə bugün investisiya edib illərlə qazana bilərsiniz. 050 444 1701 əlaqə nömrəsidir. Caspian Enerji Group izolyasiya və inşaat materiallarının ölkəmizdə iri idxalçılarından biridir. Dünyaca məşhur Texnonikol və Penaplex markalarının Azərbaycanda rəsmi nümayəndəsidir. 500-dən çox çeşiddə inşaat materiallarının topdan satışını həyata keçirən Caspian Enerji Group sizin inşaatınızın güvənilir və əvəz olunmaz partnyoruna çevrilə bilər. Daş Yuno XPS, PVC membranlar, bitumla membranlar, primer və mastiklər, OSB fanera, betopan, alçıpan və profilləri, digər yüzlərlə məhsulları ilə xidmətinizdədir. Evinizə və layihənizə izolyasiya materialları lazımsa, bunun üçün ünvan Caspian Enerji Group olmalıdır. 050 458 88 88 onların əlaqə nömrəsidir. Elə sponsorlarımıza təşəkkürümüzü bildiririk. Özəl evin proqramına dəstəkdilər, yanındadılar. Biz də çalışırıq məhz onların da elə öz sayəmizdə, onların da sayəsində sizi maarifləndirək əziz dinləyicilər və təbii ki, tam dəqiq məlumatları sizə çatdıraq. Əsasən də bugün indiki saatımızda alçıpandan danışırıqsa. Dinləyici yazıb ki, Məhəmməd bəy, yazır ki, salam, qonağınız dedi, yaşıl alçıpan nəmə davamlıdır. Bəs rütubət olan yerdə bu alçıpanlar niyə oxalanır? 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 Rütubət olan yerdə bu alçıpanlar niyə oxalanır?
Belə deyir. Sual aydın oldu. Məncə rahatdır, yox. Bir rütubət olan yerdə bu alçıpanlar niyə oxalanır? Yəqin ovulur kimi qeyd eləmək istəyib. Mən dediyim o şirkətin alçıpanında ovulma olmur. O yaşıl alçıpanın da başqa növləri var. O baxımından onlarda olur. Gəlin geniş danışaq bu barədə. Bax, yaşıl alçıpanın hansı növləri var deyirsiniz başqa? Bax, bunları da deyin bizə. Biz də biləyik. Necə deyim, hər sahədə orijinal mal var, bir də onun kopyası olur. Bəli. Necə deyim? Orijinal olmayanlar. Orijinal olmayan olur. Onlarda razıyam sizlə. Yəni onun heç o funksiyası demək olar ki, Yox, işləmir. İşləmir. Daha doğrusu güya var, amma işləmir. Güya var, amma yaşıldır, gəl ki, heç bu brend malın deyək ki, heç onun ağ alçıpanın gördüyü işi görmür. Yəni, onlar başımıza gəlib görmüşük, yəni bu iş prosesi. Onda siz deyirsiniz ki, keyfiyyətdə alçıpanlarda o rütubat olan yerdə onlar oxalanmır keyfiyyətdə. Olmur. Demək yəni ki, yoxlanılıb da test olunub. demək ki, burada keyfiyyət məsələsi təkcə. 055-203-1103 WhatsApp nömrəmizdə əziz dinləyicilər. Siz də suallarınızı ünvanlaya bilərsiniz bizə. Bir də nə sualımız qalmışdı? Bəli, dinləyicilər yeri gəlmişkən yazmaqdadır. Bəli, WhatsApp nömrəmiz 055-203-1103-dür. Əziz dinləyicilər. Deməli, alçıpandan, bax, növlərindən varmı? Alçıpan növləri var, düzdürmü? Gəlin onlardan da biraz danışaq, sadalayaq növlərini. Yəni, neçə növü var alçıpanın? Harada nə istifadə olunmalıdır? Əvvəllər ağ alçıpan tavana vurulurdu. Bütün evlər yəni tavana vurulurdu. Sonradan onlarda da biraz deformasiya olur deyə son vaxtlar hamı, siz görmüsünüz yəni, hamı yaşıl alçıpan istifadə olur. O biraz uzun ömürlüdür. Bir də qırmızı alçıpan var. O da ancaq böyük obyektlər, idarələr olur ki, yanğına davamlı olmaq üçün. Evlərdə demək olar ki, o istifadə olunmur. Ancaq yaşıl alçıpan, ağ alçıpan. Bunu müştəri seçə bilər, yəni qırmızı alçıpanı götürüm yoxsa yox? Yox, ehtiyac yoxdur o. O elə bir şey. O artıq ustanın öz bilgilərinə yəni etibar eləməkdir. Bax, alçıpan olan divarda şkafın, televizorun, yəni asılqan kimi yığılması nə qədər doğrudur? Yəni bu gələcəkdə nəsə problem yarada bilərmi? Yox, onun arxasında dəmirlər olur, profillər olur. Bütün bərkitmə işləri ona gəlir. Yəni alçıpan bərkitmək üçün yəni bir şey yoxdur. Onu da deyim, mən Almaniyada görəndə orada mətbəxi, orada hər yer alçıpandır. Həmin mətbəx düşən yerə dik qoyulur, deyək ki, taxta ilə arxasına qoyulur, profilin arxasına. Bərkitmə olanda ona bərkidilir. Əvvəldən yeri yəni heç bir problem olmur. Çünki bu məsələlər biraz həssas məsələdir. Deyir, bir dəfə işi görərsən, bir də görərsən ki, artıq yəni problem yarandı. Yəni divarda şkafdır, televizorda bax, bəzən asıllarda onu, düzdürmü? Heç bir problem. Yox, bildim. Yəni problem yarana bilər ümumiyyətlə bunlara görə. Düzgün, yəni orada bax, düzgünlük nədən ibarətdir? Nə deyə bilərsiniz? Həmin o profil olan yerə bərkitmək lazımdır. Daha alçıpanın özünə bərkitməklə o əlbəttə o dəyəm saxlamaz onu. Aydındır. Alçıpanla bağlı premium işlərə nə aiddir? Bax, biz sadə alçıpandan danışdıq, düzdür? Premium yəni ən yüksəkdə, ən yüksək klassda deyə bilərik buna. Yəni bu paketdə hansı işlər görülür? Ən premiumda, ən bahalısı. O deyir, hər şey daxil deyirlər, üçü birində deyirlər. Nə deyim? Var sadə patolog, sadə tavan, sadə gedir. Var müştəri patologda fiqurlar istəyir. Bax, elə ona görə soruşam ki, onlara nələr daxildir, nələr daxil ola bilər? Elə o premium böyük işlərə, elə bir işlərə. Onlar da elə material, eyni materialdır. Yəni sadəyə nə gedirsə, orada eyni material gedir. Sadəcə müştərinin indi istəyindən asılıdır. Onlar da indi mən hal-hazırda onu təkmilləşdirmə işləri gedir o barədə. Müştəri məsəl üçün evinin şəklini çəkəcək, otağın şəklini çəkəcək. Mənim orada hazır dizayn, ən son dizaynları seçib orada yerləşdirəcəm. Sadə variantda da, premiumda da, ekonomda. Hansını onun deyək ki, sərf edəcək ona qiyməti. Həmin o dizaynı seçib, həmin o otağına deyək ki, əlavə edəcək. Şəkil formasında müştəri tam hazır otağının dizaynını əvvəldən görəcək. O premium deyirsiniz ha, onun qiyməti çox baha olur. Yox.
Nə qədər fərq olur adi, yəni belə deyək, 2 dəfə. alçıpanla? 2 dəfə artıq. 2 dəfə artıq. Yəni 2 yarım 3 də ola bilər. Yəni o dediniz ki, müxtəlif olur, düzdürmü bu premiumlar? Yəni baxır müştərinin istəyinə görə. O 3 dəfə olan artıq o kvadrata daxil olmur. Orada yəni məndən əvvəlki kolleqam demişkən baxıb danışmalısan. Yəni o gəlir ortaya məsələ. Bir də dizayn məsələsinə dediniz. Dizayn işlərini kim görür? Necə olur o? Dizayn işləri müştəri özü deməlidir bizə. Yəni nə istədiyini müştəri deməlidir. Yəni sizin işinizə daxildir də təbii ki bu dizayn işi, yoxsa necə? bəs. Peşə olaraq, yoxsa həm də Yox, dizayner ayrı işdir. ayrı iş. Bildim. Yəni onu dizayner görür, yoxsa elə siz eləyirsiniz? Yox, dizayner görür. Dizayner. Dizayner görür və yaxud mən özüm əl işlərimizdən qoyuruq ora. İndi müştəri hansını bəyənsə, onu öz evinə istəyirsə danışıb onu quraşdırırıq. Bax belə 055 203 1103 əziz dinləyicilər, siz də suallarınızı ünvanlaya bilərsiniz. Maraqlı yeri gəlmişkən mövzumuz var. Təbii ki, bax hal-hazırda bəlkə bir ev işi ilə, tikintisi, təmiri ilə məşğul olan insanlar əminəm ki, elə bu alçıpanla da maraqlana bilərlər. Bir dinləyici yazır ki, salam, alçıpandan tavan olarsa damın üstünə çıxmaq olmaz deyirlər. Bu belədir? Yəni ağartmadan, şpakloka görmədən çıxıb müəyyən bir işləri görmək olar, amma əgər konstruksiya düz qurulubsa, orada elə bilirəm problem olmaz. Yəni başqa səbəblər yoxdur da çıxmamaq üçün. Başqa səbəblər yoxdur ki, çıxmamaq üçün. Yəni başqa bir təhlükə falan yoxdur da, Amma düzdür. siz Nə olacaq? hər gün çıxılası bir yerdir. İndi işi düşəndən Mən hər gün çıxıram. Gedə. Yox, mansar ola başqa məsələ. Amma çardaqsa ora Gəlin bir çay içək, davam eləyək olar. Özü Dilara Kazımova cazibə mahnısını oxuyur. Yaxşı gedər çayla. (203-1103) Bəli, elə eşitdiyiniz nömrəyə siz də suallarınızı əziz dinləyicilər ünvanlaya bilərsiniz. Alçıpanla bağlı, gips kardon lövhələri ilə bağlı Məhəmməd bəy bizim qonağımızdır. 20 ildir bu sahədədir. Yəni 20 ildir zarafat deyil, ona görə də məncə güvənmək olar və elə bütün cavabları da təbii ki çalışırıq mövzumuza dair məhz ondan alaq bu saatımızda. Dinləyicimiz yazıb ki, salam, deməli, deyir ki, ikinci mərtəbə olarsa, birinci mərtəbəyə tavana alçıpan etmək olarmı? betondursa olar. Əgər taxtadırsa əlavə taxta atılmalıdır o. Yəni betondursa rahatlığına olar, betonsa- taxtadırsa əlavə taxta atılmalı. Əlavə taxta atılmalıdır nə deməkdir? Yəni birbaşa ikinci mərtəbə ilə əlaqəsi olmasın. Ondan sonra da o yığılan karkas sistemi də 2 qat olmalıdır. Yəni 1 qat da olmamalıdır, 2 qat olmalıdır. Sınav standartı. Hansı biri daha ucuz başa gələ bilər? Yəni betonlu olmaz təbii ki, yəqin ki, yoxsa? Yox, beton biraz baha başa gəlir. Amma Yox, yəni Keyfiyyətli. əvvəldən o varsa da, yəqin ki, yox, ona görə. Yəni ikinci mərtəbəni sonra edəcəksə, orada betondur yoxsa taxtadır? Arada. yox, hazır taxtadırsa, yox, beton etmək ona baha başa gələcək. Yəni alınmayacaq, əlavə taxta atmalıdır. Bax Yox, belə. dəmir də ata bilər. Aha, dinləyici yazır ki, salam, eni 3,8, uzunluğu 5,6 metr olan balaca mansardım var, deyir, ferma şəkilli, 2 yamaclı. Bu işi neçəyə görərlər? 2 tərəf alçıpanla işlənəcək. Bilməm aydın oldu ya yox. Deyir ki, eni 3,8, uzunluğu 5,6 metr. 4-dən 6-ya Hə, balaca mansardlı, ferma şəkilli, 2 yamaclı. Bu işi neçə deyir görərlər? 2 tərəf də deyir elə o gips kardon olsun, yəni alçıpan. Yəni mansardın hamısı alçıpan olacaq da belə. Mən də elə başa düşdüm. Aha. Əslində mansarın formasına uyğun qiymətlər olur. Hardasa o qiymətlər deyimsə 15-dən yuxarı olacaq. 15. 1 kvadrat. Aha. Biz o mansarın hər formasına uyğun baxır. Hə, yəni ümumi 20 təxmin ola bilər. təxmin nə qədər ümumi çıxacaq onun əgər burada hesablama ilə desək nə qədər xərci çıxar təxmini? Mansar əslində yer kvadratı az olur, mansar da çox olur. Yəni mansar üzü yuxarı nə qədər yığılıbsa 30% elə bir ki üstünə gəlir. O kvadrata vuracaqlar 15. Bax belə. Görürsüz müştəri də çıxır deyəsən. Xeyirli olsun. 055 203 1103 WhatsApp nömrəmizə yazın suallarınızı əziz dinləyicilər. Alçıpanın çatlaması nədən olur? Bax bir də baxırsan ki çatlayır. Yəni rəngsaz işləyir amma alçıpanda çatlar əmələ gəlir. Bu ustanın problemidir,
materialın, nəyin problemidir? Yəni bu məsələ onsuz da uzun illərdir, yəni həllini tapmır. Nə alçıpanlıqdır, yoxsa maliyyəli bu həllini tapmır. Mənim fikrimcə şəxsi, yəni maliyyərin onun arasını 90 dərəcə kəsib doldurmamasının səbəbi ola bilər. Və yaxud da ikinci məsələdir ki, usta ora əlavə dəmir atıb birləşdirməyib. Sadəcə bu. Bu siz dediyiniz kimi əgər doldurulma olmayıbsa, ona görə çatlamaya gəlir. Nəyə görə bu vaxta kimi həll yolunu tapmayıb deyirsiniz? Yəni bu çox yerlərdə var da bu, düzdür? Niyə eləmirlər? Niyə düz eləmirlər ki? Maliyyədən asıdır. Yəni səbəb nədir? Niyə görə belə eləyirlər? Tez olsun işi. Tez Şəkər usta yəni öz işini görür ki, sabah çatda olmasın. Ona görə 055 203 1103 WhatsApp nömrəmizə əziz dinləyicilər yazın. Təbii ki, bax ən doğru məsləhətləri hər halda Məhəmməd bəy özü sizə verəcək. Alçıpanda yan divarlara gizli işıq yığılanda eni nə qədər götürmək lazımdır? Tavandan? Alçıpan bəli, yan divarlar var, bax gizli işıq qurursan, düzdürmü? Onların yəni enin nə qədər götürmək lazımdır? Necə düşünürsünüz? 5 santi yəni normaldır. 5 santi olanı yaxşı görsənir. İndi son vaxtlarda bu kölgə profil çıxıb 2 santilıq. Yəni müasir olan. Yəni onlar da pis deyil. Yaxşıdır. Məncə Euroax da pis deyil. Bu yaxınlarda getməliyəm ora. Deyir, həm orijinal necə deyirlər adapter lazımdır. Yəni belə deyirlər də ona. Həm də elə necə deyirlər avtomobilimə doğrudan avtomobil tutacağı var, o ucuzdur da əslində, ucuzu var, bahası var, o bir qovluq olur da qoya bilirsən. Hələ də ondan alıb bilməmişəm özümə. Elə yaxşı ki Euroax var və mən onlara müraciət eləyəcəm. Bilirəm ki orada bütün məhsullar orijinaldır, özdə həm zəmanətləri də var. 2017-ci ildən fəaliyyət göstərir Euroax, Azərbaycan bazarında ilk mobil aksesuar brendidir və geniş çeşidli məhsullarla müxtəlif istehlakçı ehtiyaclarını qarşılaya bilir. Smart saatlar olsun, powerbanklar, adapterlar, naqillər, holderlər, səs gücləndiricilər, yaddaş kartları, avtomobil aksesuarları da ora daxildir. Özdə 2 il zəmanət təqdim edilir. O da necə? Məhsulun yan hissəsində QR kod var. Onu skan edirsən, anında zəmanət aktivləşdirmək mümkün olur. Euroax məhsullarını ölkə üzrə bütün mobil aksesuar və elektronika satış nöqtələrində də əldə etmək mümkündür. İndi əminəm ki, bu əkin-biçinlə məşğul olan fermerlər deyir ki, mobil aksesuar bir kənara, biz qalmışıq burada köhnə texnikalarla. Onlara da demək istəyirəm ki, Prior Leasing 2019-cu ildən fəaliyyət göstərir. Özdə təkcə Bakıda deyil, Azərbaycanda 20-dən çox satış nöqtəsi var. Gəncə, Quba, Şəki, Cəlilabad kimi regional mərkəzlərdə Priorun filialları mövcuddur. 26 at gücündən 223 at gücünə qədər traktorları oradan əldə edə bilərsiniz. Bir daha qeyd edim ki, texnikaları 60 ayda faizsiz leasinglə əldə edə bilərsiniz. 858 qısa nömrə ilə əlaqə saxlayıb ətraflı məlumatı alın. Agrosistem isə 2021-ci ildən fəaliyyət göstərir və bu şirkət aqrar məhsulların keyfiyyətini qoruyan fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Hidrokuler və air-kulerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması, meyvə və tərəvəzlərin uzun müddətli təzə saxlanılması üçün soyuducu komplekslərin tikintisi, eləcə də cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisi də bura daxildir. Biznesinizi böyütmək üçün 100% investisiya etməyə ehtiyac yoxdur, çünki cəmi 20% ödənişlə müasir infrastruktur sahibi ola bilərsiniz. Qalanını dövlət subsidiyası və faizsiz leasinglə reallaşdırın. Agrosystems ilə bugün investisiya eləyib illərdən qazana bilərsiniz. 050 444 17 01. Caspian Enerji Group izolyasiya və inşaat materiallarının ölkəmizdə iri ixalçılarından biridir. Binanızın fasadını yaxud evinizi daş yunu ilə izolyasiya etmək istəyirsinizsə, o zaman bu sahənin peşəkar və lider şirkəti olan Caspian Enerji Qrupa müraciət eləyin. İzolyasiya materiallarında ölkəmizin ən iri ixalçısı olan Caspian Enerji Qrup izolyasiya və inşaat materiallarının çox geniş çeşidli məhsullarını da təqdim edir. İzolyasiya sahəsinin ən məşhur markaları olan Texnikol və Panoplex markalarının ölkəmizdə rəsmi nümayəndəsi məhz Caspian Enerji Qrupdur. Bu səbəbdən ən uyğun şərtlər, yüksək keyfiyyət axtarışında olanlar seçiminiz Caspian Enerji Qrup olsun. 050 458 88 88 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumatı alın.
West Hospital Bakıdadır, öz yerindədir. 20-dən çox tibbi şöbəsi təcili və təxirə salınmaz yardım və klinik laboratoriya xidmətləri mövcuddur. Vətəndaşlara yüksək keyfiyyətli güvənli xidmət göstərir və Respublika ərazisində xəstələrin nəql olunması, təcili və təxirə salınması, tibbi yardım, laboratoriya xidmətləri, orta tibb işçisi xidməti də var. Tibbi şöbələri də çoxdur. Müasir standartlara cavab verən rəqəmsal cihazları da fəaliyyət göstərir. Qısa nömrə ulduz 7606-dır. Qayıtdıq mövzumuza 055 203 1103. Siz də bax elə gips kardonla bağlı nə sualınız olsa yazın bizə. Dinləyici yazar: salam. Məndə tavanda həm havalandırma, həm də yanğın siqnalizasiyası quraşdırılacaq. Hələ quraşdırılacaq. Beton tavandır deyir. Alçıpanı nə qədər aşağıdan vurmaq yaxşı olar? Yəni profilləri neçə santimetr vuraq? Hündürlüyü deyirəm deyir. Nə fikirləşirsiniz? 12 sant 12 santimetr. aşağı. Aha. Yəni 12 santimetrdən aşağı olmasa yaxşıdır. Aşağı olsa tavan aşağı düşür də. Yəni o təbii ki. məsləhət görmürəm. Nə qədər hündür olsa o qədər yaxşı. Bəli. Bir də Məhəmməd bəy, profillərdən danışmışkən profillərin rolu bu işlərdə nədir? Məsələn, yaxşı profil necə seçilsin? Necə seçək onu? Eyni profil var. Yəni onun ağırlığı var, çəkisi. Yəni nə qədər profil ağırdısa, deməli dəmiri var, o keyfiyyətlidir. Nə qədər ki profil yüngüldür, yəni o keyfiyyətsizdir. Nə uçurub saxlayır və yaxud da əlvə götürür. Deməli ağırlığı onun keyfiyyəti deməkdir. Bəli. Aydın. Bu birinci səbəbdir. Yəni ola bilməz yüngül olsun, keyfiyyətli olsun. Mümkün deyil. Yox, yüngül olmaz. Bax belə, ilk dəfə idi bizim studiyadaydınız deyəsən, düzdür? Yəni hansı, nə hisslər keçirdiniz? Əslində mən bu proyektim bir aydır, 2 aydır bu proyektim. Mən təqdimat düşünürdüm necə idim. Bu da elə bir ki təsadüfi oldu. Yəni xoş oldum. Əslində kənardan daha qəliz görünür. Sonradan görürsən ki, yox, çətin bir şey yoxdur, yox. Bəli, bəli. Aha. Necə deyim? Necə istəyirsə elə deyin. Yəni indiki hal-hazırda real olan sistemi mən onlayna köçürdürəm. Yəni reallıqda da müştəri ilə gedib bazardan mal alırıq. Usta kimi gedib evində ölçüb biçib danışırıq, işləyirik. Bu sistemi sadəcə onlayna köçürdürəm. Yaxşı elədiniz. Alçıpan işlərində başqa hansı nüanslara fikir vermək lazımdır? Bəlkə elə bir əlavəniz var ki, biz o barədə danışmamışıq. Yəni bunu da son olaraq dinləyicilərimizə deyək. Yəni işlərində başqa hansı nüanslara fikir verək alçıpan işlərində? Hansı məqamlara yəni? Ən əsası usta, peşəkar usta. Bəli. Bu Məhəmməd bəy peşəkar usta, yoxsa? Fərqi yox. Yəni mən özümü deyə bilmərəm. Bax belə. Məhəmməd bəy, çox sağ olun. Gəldiniz, təşəkkür edirik sizə. Hər halda sizi tanıyanlar tanıyırdı, tanımayanlar da tanıdı. Yeni qoşulan dinləyicilərimiz də bildi, daimi dinləyicilərimiz də bildi ki, 20 ilin ustası Məhəmməd bəy var. İşlərinizdə uğurlar arzulayırıq. İnşallah növbəti proqramlarda yenə dəvət eləyəcəyik, qismət olarsa. Biraz da geniş danışarıq. Çünki bəzən 1 saat bəs eləmir təbii ki bizə də. Ona görə buyurun, son olaraq dinləyicilərimizə sözünüz varsa, o tələbələrimizə salam varsa göndərin, problem deyil. Son olaraq onu deyə bilərəm ki, bu dinləyicilərimizə hal-hazırda mənim öz saytım var. Yəni çox ustada mən bilən o sayt yoxdur. Mən hər şeyi orada yerləşdirmişəm. Birbaşa girib oradan bu həftəyə endirimindən istifadə edə bilərlər, sifariş edirlər. Hər bir şey orada səbətə də əlavə edə bilər, hər bir şey istəyir. Yəni alıb Xeyirlisi, xeyirlisi. Əlbəttə, təşəkkür edirik. Əziz dinləyicilər, biz sizinlə sağollaşırıq və əlbəttə ki, sabah yenə eşidilmək ümidi ilə bizi dinlədiyiniz üçün təşəkkür edirik sizə. Yenidən eşidilərik, əziz dinləyicilər. Sabah saat 12-də biz efirdəyik. Hələlik eşidilərik.